Herkese salamlayıram. Hal-hazırda bizdə Azərbaycan Konstitusiya şirkətinin direktoruyam. Bizim fəaliyyətimiz indi hal-hazırda tikinti ilə bağlıdır. Bizim tikinti ilə məktəb, bağça, institutlar, xəstəxanalar, bina evləri, bir də bağ evləri şəhər salmadır. Hal-hazırda Qarabağda mərmər xətinin açılması ilə bağlı biz müraciətlər ilə şimdi şükür Allaha ki, təsdiqini tapıb, mərmər, qran, tamir, sex açmaq istəyirik. Bir də orada kənd təsərrüfatı. Bir də orada inşallah söz veriblər, abartı işlərində iştirak eləməkdir. Bir də indi inşallah yanvarın birində bizə reys açılacaq. Bu şirkətin hesabında Rusiya avtobuslarımız işləyəcək. Allah'ın izni, Allah'ın köməkliyi ilə. Gələcəkdə planlarımız budur ki, bizim şəhid evladlarına dəstək edilər. Onlar şəhidlər bizim başımızın uzaqlığı, bizim qazi olduğuma görə şəhidlər bizim başımızın uzaqlığıdır. Biz onların hesabına sahib qalmışıq. Mən özüm də döyüşdə 3-cü qrup Qarabağ əliyəm, operer qarşıya. Şəhidlərin balalarının təhsilindən vəsait ayrılmalıdır. Sonra qazilərimizin işləm təminatıdır. Hamısında dövlətin öyrəsinəsində biz ata bilməliyik. Biz də vətəndaş olaraq dövlətə dəstək durmalıyıq, cənab prezidentimizə dəstək durmalıyıq ki, get-gedən rüfahımız yaşlığa da doğru geçsin. Ona görə ki, bütün dünya bilirsiniz ki, bizim üstümüzə